Bu xanımda keysəriyyə əməliyyatı olub və keysəriyyə çapığı burada görünür. Bu görünən hissə keysəriyyə çapığıdır. Əgər hamiləlik baş tutarsa, bəzi hallarda bu çapıq bölgəsində hamiləlik ola bilir, burada inkişaf edə bilir və uşaq inkişafdan qala bilir, yəni ya da böyüyə bilir. Burada inkişafdan qalmış hamiləliyə bənzəyir, yəni artıq yavaş-yavaş qanaxma başlayacaq xanımda və buradan qanaxmağa başlayacaq. Əgər bəxti gətirsə, buradakı laxta tamamilə təmizlənəcək, ancaq bəxti gətirməsə, burada inkişaf etməyə davam etsə, çünki bu bəzən özü tökülməyə bilir buradan, yəni burada cift qalıqları inkişaf edə bilir. O zaman yəni, əməliyyat olunmağa qədər gedən bir yol ola bilir. Çünki buraya yapışarsa əgər, onu abortla çıxartmaq olmur. Yəni, əksər vaxtı biz abort eləmək istədiyimiz zaman həddindən artıq qanaxma olur və məcbur xəstənin qarnını açıb, bu hissəni kəsib, buradan bu şəkildə kəsib, o qalıqları çıxardıb, yenidən bərpa etmək məcburiyyətində qalırıq. Bunlar əlbəttə gedişatda bilinir necə olacağı.